Tanış olun uşaqlar. Vasili Vlasov bizdə xidmət edəcək. Alek, Volodya, Vasili, Yura, Vasili, İvan, Vasili, Sergey. Vasili. Kursu bitirdin? Bitirdim. Ama biraz darıxırdım. Biraz. Hicran yaxşı qızdır. Sən gedəndən günləri sayır. Ha Alek, deyəsən dostunu görüb hamını yaddan çıxarmısan. Al, sənə məktub var. Oo. Bax, oxu, tez cavab yaz. Bir saatdan sonra poş yola Yaxşı. salır. Yaddan çıxarma. Evdəndir. Anamdandır. Ha. Yoldaş mayor, Serjant Təsadüf kursu bitirib hərbi xidmətini davam etdirmək üçün gəlmişdir. Təbrik edirəm. Sonra gələrsən, söhbət edərik. Hicran hansı cəhənnəmdədir? Əkşi sənə nə olub özündən çıxmısan? Səndən soruşuram, qız hanı? Harda olacaq? Qız məktəb qurtarır, yoldaşları ilə imtihana hazırlaşır. Sən dedin, mən də inandım, hə? Bu kişi bugün sənə nə olub? Necə nə olur? Bilmirsən? O avara kursdan qayıdıb gəlib yenə buralarda burnuxur. Bax, budur sənə deyirəm. Hicranda gözün olsun. Vallahi nahaq elə deyirsən. Fərrux çox mərifətli oğlandı. Suyun lalaxanı, adamın yerə baxanı. Bir də qızın belə şeylərə baş qoşması hələ çox tezdir. Əşşi, sən də laf ağ elədin. Ay Qəmbər, Fərrux qıza dərslərindən kömək eləyir. Burada nə var ki? Az danış arvad, el içində söz söhbət gedir. Soruşurlar, toy haçandır? Qızına tapşır. El içində mənim papağımı yerə soxma. Ay şübhəsiz sən Allah. Bilirsən nə var arvad? Qulaqlarını aç, yaxşıca eşit, gör sənə nə deyirəm. Bir də mən Hicranı, o Serjan da görsəm, vay hər ikimizin halına. Fərrux, daha gecdir, axşam düşür. Dur gedək. Heç bilirsən, səni hara gətirmişəm, ha? İndi görərsən. Gəl gedək. Kəndimizi sel basanda 6 yaşım vardı. Məni uşaq evinə apardılar. Sonra da məktəb,